Testlerin düzgün cavabını tapmağa devam edək. Nəzərə alın ki, bu OTK sınaq testindəndir. Choose the correct variant. Düzgün variant seçməliyik. Cümlə belədir. During the lecture, the professor gave nöqtələr explanations. Fikir verək explanation sözünə, çünki bu söz cəmdə olan bir sözdür. Ona uyğun olan düzgün cavabları seçməliyik. Bilirik ki, little sözü və ya a little sözü sayılmayan isimlərlə istifadə olunur. Burada isə isim cəmdə istifadə olunub. Ona görə A variantı səhvdir. A few explanations bəli ola bilər. Yəni, few sözü cəmdə olan isimlərlə istifadə olunur. A lot of sözü də ola bilər, çünki a lot of sözü həm sayılmayan, həm cəmdə olan isimlərlə istifadə olunur. Much isə yalnız sayılmayan isimlərlə istifadə olunur. Düzgün cavab hansı oldu? Düzgün cavab oldu. Deməli, 2 və 3. Düzdürmü? 2 və 3. Choose the correct sentence with the noun in the possessive case. İsmin yerlik halında olan cümləni, düzgün cümləni seçməliyik. A variantında the engineer's project, yəni mühəndislərin proyekti, layihəsi impressed the investors. İnvestorları təsirləndirdi, yəni onlara təsir etdi. Yəni yaxşı mənada. A variantı düzgün ola bilər. B variantına baxaq. This actor. Actor sözü necədir? Təkdədir. Amma this cəmi bildirən işarə əvəzliyidir. Ona görə S actor sözünə bitişik olmalıydı. B variantı yanlışdır. C variantında there are those students. Yenə those'dan sonra gələn isim cəmdə olmalıdır. Yəni S T hərfinə bitişik olmalıydı. Ona görə bu da yanlışdır. D variantı the teacher apostrof S'i hanı bunun? S olmalıydı. Ona görə səhvdir. These buildings. Burada building sözü cəmdədir, amma this təki bildirən işarə olduğu üçün bu da səhv cavabdır. Düzgün cavab hansı oldu? A variantı. Choose the line of uncountable nouns, yəni sayılmayan isimlərin sırasını seçməliyik. Honesty, vicdanlılıq. Car sayılandı, atdıq. Book sayılandı, atdıq. Tea sayılmayan, amma notebook sayılandı, atdıq. Ona görə C variantı da weather, furniture, wisdom. Weather hava sayılmır, furniture mebel sözü sayılmır, wisdom müdriklik sayılmır. Düzgün cavab D variantı. E variantı kət sözünə görə düzgün bənd hesab olunmur.